Her birimiz salamlarım dostlar. Kanalımıza ve videomuza hoş gelmişsiniz. Bugün ne edirik? Bugün Azərbaycanın gelmiş getmiş en mırt oğurlarına bakacağız. Necə oğurlar? Buradayım böyle sayede. Sen de iki kelime söz deyirsən, sonra sokup getirsən. Yəni ki, bu arada burada oğurluq falan təbliğ olunmur. Sadəcə reaksiya bildirəcəm. Harda ki sual verirlər, bunlar da gülərək, yəni mırt cavablar verir. Yəni əyləncəli eləyirlər. Bunu da paylaşıblar. Mən də bir kanaldan götürmüşəm. Reaksiya verəcək yəni. Videomuza like atıp kanalımıza abunə olmağı yaddan çıxarmayın. Getdik videoya. F1 və 3 ədəd LGD 5 əl qumbaralarını, həmçinin xeyli sayda patronu uğurlayıblar. Cəmaət xeyli sayda patrona danışır, bunlar gülür. Saxlanılan şəxslər törətdikləri əməllərdən peşman olduqlarını, Oy qumbaralara bax, qoqa. Bu videonu mən nə ağılla çəkirəm. Partlayıb falan eləyər deyəm burada. nədənsə gülərək etiraf ediblər. Siz həmin məktəbdə işləyirsiniz? Yo, bu ciddidir, bu gülmür. Deyəsən videoya baxmamışım, yükləmişəm, amma ciddi bilməmişim. Haydi la dostumla mən məktəbdə, sinifdə bizim halımız belədir yəni. Məktəb deyirəm, bu arada kollec oxuyuram mən. Dostum qıraqdan bir damcı səsə çıxan kimi avtomatik məni gülməyə tutur. Eyni vəziyyətdir ya, baxım deyən. Özü deyir gülmə, özü gülür. Fəhlələri, tümüzü fəhlə. Bu fəhlələri söz var ya, o vaxtdan elə trend oldu, qaldı da elə. Neçinci ilin videosu görəsən, bu ümumiyyətlə neçinci ildə baş verir bu hadisə. İndi yaşlanıb baxırlar bu videoya ki, biz necə gülmüşük orada ya. Biz məktəbdə işləyirdik. Yox, biz fəhlərik. Ha, görəsən nə günə gülürlər, hansı günə gülürlər, çox maraqlı gəlir. Elə bir vəziyyətdir ki, həqiqətən dostumla mən dərsi danışmırıq, müəllimə deyirik ki, məsələn, müəllim durğuzub deyir ki, öyrənməmişəm də. Mən durmağı ilə dostumu gülmək tutdu, mən də gülürəm. Elə bir vəziyyətdir, yəni pis vəziyyətimizdə də gülürük. Əslində olan şeylər də, yəni o da yəqin ki, bir müddətə kimidir, bilmək olmaz. Faktla bağlı Lənkəran şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 177-ci Qumbaraları oğurlayıb görəsən neyniyəcəkdilər, çox maraqlı gəlir. Özü qumbara oğurlayıb da cəmaət. Adını da düz demirəm, mən bomba deyirəm bunu, uşaqlıqdan elə öyrənmişəm. Necə oldu? Oğur oynadım. Eve girdim, apardım, satdım. Kimin evinə girdin, nə yapardın? Yani evin 5-6 tane evde Allah sakınmasın. Ne bileyim kimin evde. Peşmansan etdin. Ha? Peşmansan. Peşmanım ki 2 tane ev var, oraya girdim boş çıktım, ondan peşmanım. Ha, 2 dənə evi deyir, boş girib çıxmışam deyir, ona görə peşmanam. Məncə evdə axı nəsə olar da oğurlamağa, niyə boş girib çıxırsan? Həqiqətən mırtdır bunlar, valla. Videonun adı elə mırt olacaq da, elə düz qoyublar. Mırt oğru. Ay bu çox mırtdır da yəni, bu həqiqətən neçə baxmışam, bu TikTokda çıxmışdı videosu qabağıma. Nəzik səsi var, adamın səsini eşidən kimi adam gülməyə düşür. Elə bir ki, ağcaqanad falan da fırlanır hardasa. Zarafat məqsədli dedim, amma ki izləyək, həqiqətən çox mırt bir video olacaq bu məncə. Onun üstündə. Yox, təzdən. Bu axırıncıdır. 2 gündən qabağında söysögü, onun üstündə olur. Yəni səni söydü o. Qaqa səsini qəsdinə belə eləyir, yoxsa danışıq elədi. Hə. Birdən-birə niyə söydü ki? Birdən-birə olmadı, oturmuş söhbət edirdiydi. İçkilikdin sən yoxsa? Yo, bu gün vuran gün içkiliydi. Həqiqətən bax içki temasına gəldik. İçki adamın başını alırdı yəni. İndi bax 100% törətdiyi əmələ görə peşman olum məncə. Çünki içkili olanda adam bilmir də nə etsin. Düzdür, mən içki falan içmirəm, başım çıxmır. Bilinir ki, yəni ki peşmandır. Səsindən də bilinir. Hə, o söydü səni 100 gündən sonra vurdun ona. 2 gün. 2 gündən sonra. Və həmin gün yaxın vurdu ki, 2 gündən sonra vurdun. Birdən-birə. Dedim bundan sonra danışacağım Zeynəndə. Hə. O niyə birdən-birə sən söydülər? Birdən-birə niyə söydük səni? Birdən-birə söymət deyirəm sənə, oturmuşduq buradaydı də, ağzının altında. Sual verirlər ki, birdən-birə niyə söydüsən? Deyir ki, birdən-birə söymədi, deyir, oturmuşdu deyə söhbət eləyirik. Dayanan yerdə adam söyərlər sizcə. Məsəl üçün mən oturmuşam da söhbət eləyirik. Dayanan yerdə nə söyləyəcək? Yəni o da onun qaldı öz mədəniyyətinə. Dayanan yerdə adam söymə hardan çıxır? Yox, yəni sözü çəpləşdiyi bir yerdə yeyib içmişdi, sənə pul borcluydu, sənə də pul borcluydu. Daha elə quşdan söhbət edirdik, düşdük. Neçə bıçaq vurdun ona? Neçə bıçaq vurdun? O daha yadımda deyil. Əsas məsələlər yaddan çıxıb, sadəcə onu bilir ki, söhbət eləyirik. Ağacın altında. Ağacın da adını bilir deyəsən. O da quşdaqlayır. Qonşusun sən. Ha. Danış da, bunlar danış da. Dedim də dayı sanki mən üzülür ürəyimə. Üzülür deyir. Yəni ürəyin üzülür, nöş vurmusan.
Onu nə sıxılır deyim, bəs sayda. Sən də iki kəlmə söz deyirsən, sonra soxub gedirsən. Bu tema, bu da köhnə temalardan deyə trendlərdə olub bir vaxtlar. Əl atması isə özünün narkotik istifadəsi olması ilə əlaqələndirdi. Ne şeymişti? Ne öyle sahibi bilir, tuttu serpişti kayıp tutmağa. O mənə çatmır, bunlar necə belə rahat danışırlar, Ben ne vaktin deyəndə mən 10 ayda azadlığa çıxdım. Ben ömür boyu həbsxanada olmuşam, dəlixanada olmuşam. Dostlar, videomuzun bu hissəsinə gəldik. Bu hissəsi zərərverici maddələrlə bağlı olduğuna görə bu hissəyə dedim aydınlaşdırım. Yəni videomuzda nəsə təqdim olunmur. Mən bu videoya qabaqcadan baxmamışam. Sadəcə reaksiya verəcəm. Artıq nəsə təbliğ olunmur. Yəni sadəcə reaksiya bildirirəm. Bu qədər. Xoş izləmələr. Özüm üçün də dedim 20-30 dənə həkim, bir ikisi qalıb kayıp tutarım da, həvəsində bir kayıp tutarım. Bəli. Öz kefində deyə fəxr edir deyəsən. O mən əkəndə bilirdim. Əkəndə bilirdim ki, bu oğlayacaqlar, tutulacam da. Sumaqlı qoymuşdum gözümün qabağına. Niyə peşmançılıq o əkəndə olmalıydı. Yox, o ömür boyu bir dənə oğlan deyə bilməz Azərbaycanda. Mən bu adamdan göstərim televizdə, mən nə əşə almışam. Azərbaycanda məni tanımayan yoxdur. Ancaq özüm üçün mən ruhu xəstəyən psix. Valla Azərbaycanda deyil, məni tanımayan yoxdur. Mən tanımıram axı. Yəni düzdür. Bu səsi belə bir şey deyim. Bu səs mənə hardan tanış gəldi? Bu ruhu psix var. Bu səs bir zamanlar trend olub. Mənim bir dənə şəklim var idi, başımı qırxmış formada. Sinif yoldaşım orta məktəbdə alıb bu səsinə mənim videomu düzəltmişdi. TikTok'a da atmışdı, elə utanmadan. Özü baxmır bu videoya, amma ki eləmişdi. O ruhu xəstəyən psix. Bu səsi eşitdim, yadıma o düşdü. Rişal Məmmədov deyir ki, sözügedən mağazanın daimi müştərisi olub. Oradan kreditə 2 ədəd mobil telefon götürüb. 2 ildir ki, həmin telefonlara aybaay 58 manat ödəyir. Lakin növbəti ayın kreditini ödəməkdə çətinlik çəkdiyindən oranı qayət etmək istəyib. Məqsədi mağazada olan bahalı əşyaları oğurlayıb satmaqla kreditini ödəmək olur. Gecələr yadıma düşürdü ki, buna mən fəhləri yeriyib, əziyyət çəkib pul vermişəm, daha da 58 manat. 3 gün ərzində hər gün axşam beynim sönürdü. Gedirdim, yarı yoldan qayıdırdım. Elə bir şey. Ödəyə bilməyəcəksən. Sən o telefonları niyə almısan? Niyə rəsvad edib bu telefonları almısan? Onsuz da ödəyə bilmirsən də yəni. Özü 2 dənə telefon olub. Qaytarırdım. Lakin 4-cü dəfə çirkin niyyətini həyata keçirib. Bu səfər oldu ki, gedəndə siqaret çəkə-çəkə getdim. Başım qaçdı, gördüm ki, Samsun'un qabağında. Daha dedim, gəlmişəm. Ziyan verim, çıxım gedim. Valla bunlar nə bilim ha, bunlar niyə gülürlər belə? Çox yəni qəribə vəziyyətdir. Mən heç elə adam görməmişəm ki, pis gündə də gülsün də yəni. Gördüm deyə Samsung qabağımdadır. Götürdüm, qoydum cibimə, çıxdım aradan qaqaş aparıb satdım, ödədim krediti. Mən də gərək girişim o işə valla, telefon donur. Gərək girişim o işə. Ziyan verim, çıxım gedim. Əlimdə də belə mancurovka var idi. Atam almışdı, həyətdən mıxsat çıxarmaq. Elə bir qapını aldım, çəkdim böyle, gördüm yox çıxmır. Sonra gördüm ki, qapı çıxmır. Onsuz şüşədir, qalın şeydir maşallah. Yüzümü belə çevirdim və vurdum şüşə sınmadı. Sonra bir tərmə ilə vurdum, sonra barmağımın yarısı kəsildi. Sonra bir dənə təpik. Lakin plastik qapını açdıqdan sonra qarşısına çıxan növbəti dəmir barmaqlıq onun planlarını alt-üst edib. Şüşəni sındırdım. Belə içəri girəndə gördüm işotkan. Arzuları puç olub. Ayettim dedim, oyda. İşotka hardan çıxdı? Niyə çıxdı işotka? Bu da bir gəncin arzularının pis olduğunun sübutu. Həqiqətən motivasiya verdilər mənə. Bir də mənim də kreditlərim var da, durub gedəcəm ödəməyə. Özü də bu formada ödəyəcəm ha, astagfirullah. Yox, heç kimi tövsiyə eləmirəm, heç özümə də tövsiyə eləmirəm. Videoydu, sadəcə reaksiya verdi. Yəni olan şeylər də bunlar, yəni ki, sadəcə əyləncə məqsədi ilə, belə deyim. Nəsə təbliğ olunmadı burada. Ümid edirəm video xoşunuza gəldi, reaksiyalarım xoşunuza gəldi. Əgər xoşunuza gəldisə, like atıb bir dəqiqə aşağıdan kanalımıza abunə olmayı yaddan çıxarmayın. Abunə olmağımız əsasdır, çünki 5000-ə doğru gedirik qardaş. 5000 oluruq, az qalıb. Bu arada bu gün biraz fərqli giriş elədim. Dərsdən təzə gəlmişəm. Görürsüz, dərsdən gəlib video çəkirəm. Yəqin ki bir like haqq ediyorum. Yəni haqq eləyirəm, belə deyim. Türk kinolara çox baxmayın həqiqətən. Ziyanı yavaş-yavaş üzə çıxır. Ya da xeyli deyim, nə bilim, türk dilini əzbərləmişəm. Sağ olun, sevilirsiniz.